Hasanlıqçı qardaşlarımıza Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuh. Allahın izni ilə biz beyət edirik, itaət edirik. Həqiqətən Allah üçün biz bunu edirik. Allah şahiddir ki, biz bu beyəti Quran əsasında veririk. Hasanlıqçı qardaşlarımı vasitəçi ilə biz beyət etdik. Allah müsəlmanların hamısını bir sözlə birləşdirsin. Allah kafirlərə qarşı bizə qələbəni tezləşdirsin. Əxi, aləmlərin Rəbbinə and olsun, əxi. Yəni, sən bu mənim yaşadığım hissləri yaşamalısan da. Hələ heç eləməmişik. Gəlirəm bir dənə şeydir, baxıb qaydacam. Əxi, vallahi bunu yaşamalısan. Dünyadakı bir neçə şeyləri görüb ondan ilhamlanmışdıq. Yəni, istər terror təşkilatları olsun, istər IŞİD. Mən Elvin Amin adında dostumla görüşüb bu məsələ haqqında düşünmüşəm. Yəni biz icraat eləmək istəmişik. Bizim əsas məqsədimiz səfirlikdə maşınlarına qarşı, yəni minməmiş də belə deyək, nəsə eləyək orada. Bu işdə mənə kömək eləyən Elvindən Amin. 2025-ci ilin sentyabr aylarında mən də bir maraq yaratmağa başladım. Bununla bağlı, yəni öz bir simpatiya yarandı bu işə qarşı məndə. Mən nəsə şeyin izinə düşdüm. Bu dini radikal qrupların izinə düşdüm ki, mən bunları araşdırırım. Yəni görüm bunlar kimdirlər, məqsədləri nədir, nəçidirlər. Mən bir dənə Instagramda Xilafətin Aslanlarında bir dənə səhifə açdım ki, yəni ona insanları özümə cəlb edeyim. Yəni o əqidədə olan insanları özümə cəlb edeyim. Onlar 2025-ci il oktyabr ayının əvvəllərində mənə yazılar. Mənə yazılar ki, yəni belə sən də görürəm bizim əqidədən, sənlə tanış olmaq istəyirik. Mən də onu qəbul elədim. Elvin gəldi, Gəncədən bura gələndə deməli ki, bunun üçün gəlmişəm. Statika komitəsinin yanında. Orada gözləyirdik, dövlət təşkilatı əməkdaşları bizi saxladı. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir.